Salam, xoş Salam. gəldiniz. Növbət çəkinizə baxa bilərəm. Buyurun. Buyurun, əlləşin zəhmət olmasın. Növbət xanım, mən sizi çağıracağım. Mənim növbəniz çıxdı. Buyurun, əlləşin zəhmət olmasın. Salam. Salam. Əmək müqaviləmin müddəti bitdiyi üçün işdən azad olmuşam. Mən işsizlik sığortası ödənişi ala bilərəmmi? Müqavilənin bitdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 dəqiqə may ərzində ən azı 30 ay sığorta stajı varsa, işdən azad olunan şəxsin işsizlikdən sığorta ödənişi almaq hüququ yaranır. Bəs bu ödənişi almaq üçün necə müraciət edə bilərəm? Bunun üçün dost mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət edərək iş axtaran kimi qeydiyyata düşməlisiniz. 5 iş günü ərzində sizə münasib iş təklif olunmasa və ya işə götürən işə qəbuldan imtina edərsə, işsiz kimi qeydiyyata alınacaqsınız. 10 gün ərzində sığorta ödənişinin təyin edilməsi və ya imtina edilməsi barədə qərar çıxarılır. Bəs ödənişin məbləği nə qədərdir? Əmək müqaviləsinin müddəti qurtardığı üçün işdən azad edilmiş şəxslərə minimum aylıq əmək haqqı məbləğində təyin edilir. İxtisara düşən və çalışdığı müəssisə ləğv edildiyi üçün, işsiz kimi qeydiyyatda olan şəxslər üçün isə sığorta ödənişi itirilmiş orta aylıq əmək haqqının 50% məbləğində hesablanır və əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən çox və minimum əmək haqqı məbləğindən az ola bilməz. Hə, aydındır xanım. Bu ödənişi neçə ay alacağam? Əmək müqaviləsinin müddətinin qurtarması maddəsi ilə işdən azad olunan şəxslərə ödəniş 3 ay müddətində təyin edilir. Digər səbəblərdən işsiz qalan şəxslərə ilki müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay işsizlikdən sığorta ödənişi təmin edilir. Oldu. Çox təşəkkür edirəm. Buyurun, mən təşəkkür edirəm.